Quran-ı Kərimdə tağutla bağlı tağut kəlməti keçən 8 dənə ayət var. Və o ayətlərdə Allah Subhanahu va Teala tağutun əməllərini, bəzi feillərini nə edir? Bəyan edir. Misal üçün, Nisa surəsində Allah Subhanahu va Teala buyurur ki: "Ələm tərə iləl-ləzīne yəz'umun ennəhum əmənu bimə unzilə ileykə və mə unzilə min qablik yuridun ən yətəhəkamu ilə-tağut." Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia edən kəsləri gördünmü? Onlar tağuta mühakimə olmaq istəyirlər. Deməli, tağut hakimdir ki, insanlar da ona nə edirlər? Mühakimə olmaq istəyirlər. Lakin tağutun, hakim olan tağutun verdiyi hökm Allahın hökmüdür, yox. Öz hökmüdür. Demək ki, insan insanlara öz hökmünü qoyub, onlara həmən hökmü tətbiq edib, onlardan həmən hökmə itaəti tələb etməsi onun adını nə edir? Tağut edir. Və həmçinin əsl odur ki, tağut öz-özlüyündə bir müşrikdir. Tağut şirk, böyük şirk işləyən insandır. Tağut küfr işləyən insandır. Sadəcə nə üçün adı tağut adlandırılır? Tağut ərəbdə də tuğyan sözündəndir. Başqa müşrikdən fərqi odur ki, tuğyan edir öz şirki ilə. Tağuta ibadət edən də müşrikdir, tağutun özü də müşrikdir. Fərqləri odur ki, biri abiddir, ibadət edəndir, tağutun özü isə məbuddur, ibadət olunandır. O səbəbkardır müşrikin şirk etməsinə. Tağut olmasa müşrik də olmaz. Çünki müşrik Allaha ibadətdə onu şərik qoşur. Fərqləri budur, lakin əslində ikisi də müşrikdir. O tağutun müxtəlif növləri var. Həm ölü, həm diri, həm canlı, həm cansız. Misal üçün, tarixdə və həmçinin bu gündə var, insanlar var, günəşə ibadət edirlər. Aya, ulduza, qəbirə və yaxud da heyvana. Həmən edilən ibadət tağutdur. Lakin mükəlləf deyil. Yəni, günəş, ay, ulduz əməlinə görə mükəlləf deyil. Nə insandır, nə cindir. Lakin onu insanlar tağutlaşdırıblar, onun özünün günahı olmadan. İkinci çeşid tağut mükəlləf tağutdur ki, insandır. Əməlinə görə məsuliyyət daşıyır. Misal olaraq Firavun kimi, Həman kimi, Qarun kimi, Əbu Cəhl kimi, bunlar da tağutlar. Lakin bunlar əməllərinə görə məsuldurlar. Üçüncü növ tağut o şəxsdir ki, necə Muhammed ibn Abdülvahhab buyurur ki, mən ubidə o kəs ki, ibadət edilir, lakin ona edilən ibadətdən razı deyil. Salih bir kəsdir və yaxud da bir peyğəmbərdir. Necə ki, xristianlıqda, yahudilikdə İsa'ya, Musa'ya, Uzeyrə ibadət edilir. İslam müntəsibləri Əhl-i Beytə, Allah Rəsuluna ibadət edir. Lakin ibadət edilənlər, edilən ibadətdən nədirlər? Razı deyirlər. Və onu da insanlara əmr etməyiblər. Lakin mükəlləf tağuta gəldikdə ki, hansı ki ona ibadət edilir. Mən o bir dəfə huvə radin, ona ibadət edilir, o da bundan razıdır. Fironun qismində Allah Subhanahu va Teala Musa Aleyhisselama deyir ki, İzhəb ilə fir'əvnə innəhu tağa. Fironun yanına ged, o tağa, yəni tağutluq edir, həddaşıb. Firon öz etdiyi şirklə, küfürlə, hansı ki insanlara deyirdi ki, ənə rabbukumul ə'lə, mən sizin ən uca Rəbbinizəm. Mükəlləfdir, Rəblik iddiasındadır, insanlara əhkam kəsir, tağut olmağı ilə də bərabər kimdir? Müşrikdir. İslam'a girən insan, Allah Azze və Cəllə deyir ki, fəmən yəkfur bit tağut, kim tağuta küfr edərsə, tağut öz-özlüyündə kimdir? Müşrikdir, həmçinin kafirdir. İnsan ona küfr edirsə, onu tanıyır o kimdir. Onun əməlini bilir. Onu bilməsə, tanımasa, təbii ki, onu küfr edə bilməz. Demək ki, insan bir mükəlləf. İslam'a girməmişdən qabaq, çünki tağuta küfr etmək, iman etmək üçün kifayət deyil. Çünki ikinci hissə Allaha iman gətirmək. İkisi bir yerdə olmalıdır. Bunun ikisindən birisi olmazsa, yəni tövhid, iman, İslam səhih deyil. Bunun birincisinə inkar deyilir. Tağuta küfr etməyə inkar, nəfi deyilir. Allaha iman gətirməyə isə isbat deyilir.
təsbit deyilir. İkisi bir yerdə olmalıdır. İbn-i Qeyyim rahiməhullah buyurur ki, وَالنَّفْيُ الْمَحْدَى لَيْسَ بِالتَّوْحِيد Mücərrəd olaraq küfür və yaxud da nəfi, yəni tağuta küfür etmək. Tövhid deyil. Buyurur ki, وَالنَّفْيُ الْمَحْدَى لَيْسَ بِالتَّوْحِيد Mücərrəd nəfi, yəni inkar, tağuta küfür. Tövhid deyil. Və ardınca deyir ki, وَالْإِسْبَاتُ بِدُونِ النَّفِي لَيْسَ بِالتَّوْحِيد Həmçinin isbat, yəni Allaha iman. Nəfisiz, tağuta küfürsüz, inkarsız. Bu da tövhid deyil. İllə yalnız. Mutadamminən bin nəfi vəl-isbat Yalnız mutadamminən hər ikisi. Nəfi ilə isbat birlikdə olduqda tövhidin həqiqəti gerçəkləşir. Demək ki, tağuta küfür edən adam tağutu tanımalıdır birinci. Çünki tanımadığına da küfür etsin. Tağutun feilindən xəbərdar olmalıdır. Quran ayətlərində tağutla bağlı keçən ayətlərin təfsirlərində təfsirçilər, istənilən təfsirçi, İbn-i Kəsir, Tabari, Qurtubi, Bağavi, fərq etməz, istənilən mötəbər təfsir kitabına bax, sələfin sözlərini nəql edirlər ki, bu tağut kimdir? Sələfin sözləri var, tağuta şeytan deyirlər, tağut iblisdir, tağut kahindir, tağut sehirbazdır, tağut şəriətlə hökm verməyən hakimdir. Lakin bu sayılanlar hamısı İslam xarici olan kəslərdir. Yəni, tağut müsəlman ola bilməz. Demək, tağuta küfür edən insan tağutun kimliyini tanıyırsa, bu kəs Allaha iman etməmişdən öncə də belə tağutun kafir olduğunu bilir. Yəni, kafirin, müşrikin hökmünü bilmək tövhidlə əlaqəsi soruşulduqda bu qədər əhəmiyyətlidir.